الرجيم. بسم الله الرحمن الرحيم. الحمد لله رب العالمين، والعاقبة للتقوى واليقين، وصلى الله على جميع الأنبياء والمرسلين والأئمة الهداة المهديين، سيما خاتم الأنبياء وخاتم الأوصياء عليهما آلاف التحية والثناء. السلام على الحسين وعلى علي بن الحسين وعلى أولاد الحسين وعلى أصحاب الحسين، والسلام عليكم أيها الحاضرون والمستمعون ورحمة الله وبركاته. محمد وآل محمد صلواتنا ياد ليه. اللهم صل على محمد وآل محمد. Alim, ulema, fəqih, füqaha, mümin kişilər və mümin qadınlar, müqəddəs İslam dinində xidmət edib, dünyadan gedənlər, valideynlərimiz, məscid əhli, minbər əhli, əhl-i beyt şairləri, əhl-i beyt nöfxanları, cəmisini yad eləyək, biləxəs Seyyid-i Şühəda, balaları və fəali əshabı, cəmisini salavatla yad eləyək. Allahümme salli ala Muhammed və ali Muhammed. Bəşəriyyətin nicatçısı, küfrün hakimiyyətinə son qoyacaq şəxsiyyət, yolunu səbirsizlə gözlədiyimiz öz rəhbərimiz, öz əzizimiz, öz ağamız, Məhdi-i Mavud, Əcəlallahu Teala Fərəcəhu Şərif, Ağa İmam Zaman, ağaya təsliyyət ərz eləməklə ilə salamatlığına salavat hədiyyə eləyək. Allahümme salli ala Muhammed və ali Muhammed. Ənbiya aleyhimussalam ki, Pərverdigar-ı Mütəal onları bəşəriyyətin hidayəti üçün göndərib, həqiqətdə bütün bəşəriyyətin, bütün insaniyyətin müəllimləridir. Bunlar elə bir müəllimlərdirlər ki, elə bir şəxsiyyətlərdirlər ki, ümmətlərinin onların dərsində iştirak eləməməsi, onların dərsindən yayınması onlar üçün ağır olubdur. Hətta Ağa Resulullahın barəsində ki, Qur'an-ı Kərimdə Pərverdigar-ı Mütəal buyurur, Əzizun aleyhi ma anittun, harisun aleykum bil mu'mininə rəufur rəhim. Sizin onun dərsindən boyun qaçırmağınız onun üçün ağırdır. O sizlərə hərisdir. Elə bir müəllimdir ki, sizlərə can yandırır. Sizin dərs oxunmamağınız, sizin dərsinizi bilməməyiniz onun üçün əzizun aleyhi, onun üçün çox çətindir, çox ağırdır onun üçün. Hərisun aleykum, o sizlərə hərisdir. Məxsusən bil-mu'mininə rəufur rəhim, məxsusən möminlərə həm rəuf və rəhimdir. Bu cür peyğəmbərlər, məxsusən İslamın əziz peyğəmbəri, dünyada olan sair müəllimlərlə əsaslı fərq edirlər ki, əgər biz diqqət eləsək, istər kiçik yaşlarından olsun, ya istər müəyyən müddətdə təhsil alandan sonra müəllimlərin xidmətindən ki, insanlar istifadə edirlər, onların dərsləri tamamilə bir-birindən fərqlidir. Bizim adətən siniflərində iştirak edildiyimiz müəllimlər ya dərslər, onların dərslərinin mövzusu ya hissiyyat üzərindədir, ya tarix üzərindədir, ya təcrübə əsasında qurulubdur, ya hesab üzərində qurulubdur. Məsələn, riyaziyyat müəlliminin dərsi müəyyən hesablamalar üzərində üstəgəlmə, çıxma, bölmə, toplum. Bunlar hamısı bir riyaziyyat elminin mövzusunu təşkil eləyən əsaslardılar. ki, riyaziyyat müəllimi gəlir bu mövzunun əsasında
öz tələbələrinə tədris edir və tələbələr də onun kilosunda iştirak edirlər siniflərində. Hər kəsin zərfiyyəti qədər müəllimin dərsindən götürür. Ya tarix müəllimi gəlir tədris edir. Dərsinin mövzusu tarixdir ki, müəyyən mütaliələr, olmuş hadisələr, ya baş verə biləcək mümkün olan hadisələr, amma olmamış hadisələr barəsində danışır, insanları tanış edir. Yəni, bir sözlə mövzusu keçmiş, qabaq olmuş hadisələrdir. Və digər elmlərdə belənçiyinə, ya bəzi elmlər elədir ki, onların əsası laboratoriyadır, təcrübədir, kimya kimi. Məsələn, təcrübə əsasında insan üçün sabit olan şeylər, bunlar dərsliklərin mövzularıdır. Amma Ənbiya əleyhimussalam ki, Pərvərdigar mütəal bunları bəşəriyyət üçün müəllim göndəribdir, Peyğəmbərlərin dərsinin mövzusu digər müəllimlərin dərslərinin mövzusu ilə əsaslı fərq edir. Peyğəmbərlərin götürdüyü dərsin mövzusu nə təcrübə ilə hiss olunan deyir, nə tarix kimi mütaliə olunub hiss ələ gələn deyir, nə riyaziyyat kimi hesablanan bir şey deyir. Bəlkə Ənbiyanın tədris elədiyi dərs hissiyyatdan, təcrübədən yuxarı olan bir şeydir. Ki, o da Pərvərdigar mütəalın varlığıdır. O dərsin mövzusu ilə adi müəllimlərin dedikləri dərsin mövzusu tamamilə bir-birindən fərqlidir. Tüm bu dərslər bir-birindən fərqlidir. O məktəblərin şagirdləri də bir-birindən fərqlidir. Beləncə, adi məktəbdə oturan şagirdlər hər kim gəlin müəllimin dərsində otura bilər. Tarix müəlliminin sinifində hər kəs otura bilər. Oğlan otura bilər, qız otura bilər, oxuyan otura bilər, oxumayan otura bilər. Hər kəsin icazəsi var, gəlsin sinifdə otursun. Amma Ənbiya əleyhimussalamın dərsində hər kəs otura bilməz. Ənbiyanın dərsində məxsus insanlar otururlar ki, Pərvərdigar mütəal Ənbiyanın şagirdlərini müəyyən edirdir. Ki, insan fikri hidayətdən sonra, Pərvərdigar mütəalini mərifət tapandan sonra, tanıyandan sonra insanın boynudur ki, Ənbiyanın dərsində iştirak eləsin. Ənbiya gəliblər, insanları torpaqdan qaldırsınlar yuxarı, ucalmağa gəliblər. Və o şey ki, əsasını təşkil eləyir Ənbiyanın dərsində, tüm mövzular fərqlidir, tələbələr fərqlidir, insanların iştirak eləyib qavraması da fərqlidir. Mümkündür, adicə məktəblərdə insan dərs oxumaya. Dərs oxumaya ancaq müəyyən 11 illik qutarandan sonra institut, universitet, rüşvətlə, pulla, adamla qutarandan sonra özü üçün iş tapsın. Amma Ənbiyanın məktəbi elə bir məktəbdir ki, burada dərs oxumayan üçün yeri yoxdur. Çünki burada rüşvət alan yoxdur. Çünki burada adam qəbul edən yoxdur. Çünki burada dayı ilə adam yanına gedən yoxdur. Çünki Pərvərdigar mütəalın məktəbi elə bir məktəbdir ki, mövzusu elə bir mövzudur ki, Ənbiyanın dərslərinin ki, orada rüşvət adında bir şey yoxdur. La yuxəzu fiyha ədlun, nə orada bir şey alınar insandan, nə orada tərfaha şəfaətun, nə də insana bir şəfaət fayda verir ki, bir nəfəri salarsan ki, gel mənim işim düzəldiyinə, yoxdur. Bəs Ənbiyanın məktəbi tamamilə fərq edir digər məktəblərdən. Ənbiyanın məktəbinin əsas tələbələri müəminlərdirlər. İnsan ki, iman tapandan sonra, mərifət tapandan sonra Pərvərdigar mütəala, ondan sonra başlayır Ənbiyanın məktəbində ucalmağa. Bir vaxt görürsən ki, uzalır, yetişir ki, Pərvərdigar mütəal buyurur, əgər görürsən ki, məsələn, oturur bir nəfər müəllimin dərsində, nədir? Oturur, amma sinifdən sinifə keçir, yuxarıdan yuxarı keçir, amma görürsən, Ənbiyanın dərsində belə bir şeylər olmur. Məsələn, Ənbiyanın dərslərindən biri namazdır. Mümkündür, insan necə ki, sinifdə oturar, zahiri olar sinifdə, amma mənəvi cəhətdən sinifdə olmaz. 50 dəqiqə, 45 dəqiqə dərs keçər müəllim. Görərsən, 50 dəqiqədən sonra çıxarlar bayra, bəziləri bir şey başa düşər oradan, bəziləri heç də başa düşməz. Necə ki, məsələn, oturub dərsdə müəllim elə ki, başlayır tarix dərsini deməyə, bu da başlayır öz fikrində bazarda ticarət eləməyə. Müəllim 45 dəqiqəni qutarandan sonra, tarix bəhsini eləyəndən sonra, bu da bazardan ticarətini qutarır zehnində. Nə müəllimin dediyindən bir şey qazanır, nə də ki, onun fikri ilə ticarətdən cibinə pul gəlir.
zərər edir. Ənbiyanın dərsində də bir növ oxşarlıq vardı buna. Ənbiya əleyhissalam deyir ki, bizim dərsimizin mövzusu tohiddir. Tohidində yetişmək yolları var Pərverdigar-ı Teala. O cümlədən onlardan biri namazdır. İnsan mümkündür vücudu cəhətdən, öz məsələn xarici vücudu ola namazda, amma fikri cəhətdən ola bazarda. Bir də görək ki, namaz qutarıbdır, nə namazdan bir şey alıbdır, nə bazardan cibinə bir şey gəlibdir. Necə ki, sinifdə oturanda bir şey gəlməmişdir cibinə. Necə ki, dünyəvi elmlərdə insanın qazancı bir şey olmaz oradan. Hər halda Ənbiya əleyhissalam gəliblər, insanları ta dərs versinlər, insanları uzatsınlar. Digər bir fərqləri vardı ki, dünyəvi elmlərlə Ənbiyanın dərslərindəki ona da toxunmaq lazımdır. Heç bir dünyəvi müəllimlər insanlara öz dərslərindən kənarı bir şey öyrətmirlər. Məsələn, tarix müəlliminin vəzifəsi deyil, boynunda deyil ki, tarix deyəndə kənarında tərbiyədən də danışsın. Tərbiyəni də insanlara başa salsın. Heç riyaziyyat müəlliminin də öhdəsində yoxdur. Amma Ənbiyanın əsli vəzifəsi budur ki, dərsin kənarında onu tərbiyələndirsin də. Yüzəkkihim və yuallimuhumul kitab. Əvvəl onu tərbiyə eləsin, sonra onu kitabı öyrətsin. Çünki Ənbiyanın dərsi qeyri-məhsusdur, hiss olunan şey deyir. Demək, onun ilə əlaqə də hiss olunan şey olmayacaq. Hiss olunmayan şeylə əlaqə yaracaq Pərverdigar-ı Teala. O da insanın mənəvi bağlantısıdır. Pərverdigar-ı Teala insan əgər mənəvi cəhətdən bağlansa, Ənbiyanın dərsinin əlaqəsi olar. İmam Zeynalabdin əleyhissalam buyurur, Pərverdigar-ı Teala'nın barəsində buyurur ki, ya mən zikruhu şərəfun lizzâkirin. Bu Ənbiyanın dediyi dərslərdir. Pərverdigar-ı Teala'yı tanıtdırmaq dərslərdir. Buyurur ki, ya mən zikruhu şərəfun lizzâkirin. Ey o kəs ki, onu yad eləməkli, şərafət yad eləyənlərcə. Buyurur ki, baxın görün kimdir sizin dərsinizin mövzusu. Dərsinizin mövzusu sizin tekdir, əhəddir. Ey insan, müvəhhid olgindən yetişkinən əhədə. Əhədə yetişmək üçün müvəhhid olmaq lazımdır. Bir Allahlı olub Allaha, tək Allaha yetişərlər. Çox Allahlı olmaqla Allaha yetişmək. Ey o kəs der ki, şərafətdir onlardan Allahı zikirləməklik. Allahı yada salmaqlıq, müvəhhid olmaqlıq şərafətdir onlardan. Neyinki Allah üçün şərafətdir ki, sən Allahı zikir eləyirsən. Sənin üçün şərafətdir ki, Allah icazə verir ki, dilində Allah kəlməsi bizə. Fürsətdən istifadə edib bir dənə sözü demək istəyirəm. Qardaşlar, diqqət ediyor. Hələ bunun biz qədrini indi bilim, birazdan bilərsiniz. Cavan qardaşlara deyirəm. Hələ sonradan bilərsiniz. İnsan görürsən ki, Allah kəlməsini dəstəmasız əl vurmaq haramdır. İcazə verdir ona. Çalış dəstəmasız et dilindən də Allah kəlməsini çıxarda yine. Dəstəmazın pozuldu, 30 saniyə, 40 saniyə vaxt çəkər. Get dəstəmaz al yine. Həmişə dəstəmazda ol yine. Rasulullah buyurur ki, insan dəstəmaz üzündən dəstəmaz alanda, necə ki dəstəmaz nurdur, İnsan üçün o cürə dəstəmaz almalığı elə bir ilə istiğfar eləməmiş istiğfardır. Necə ki, insan tövbədən bir dəfə istiğfar eləyər, və ondan sonra nə qədər dəstəmaz alsa, onun istiğfar da eləməsi, onun günahları pozular. Allah günahları üstündən qələmi əfv çəkər. Buyurur ki, ey o Allah ki, sənin zikrin şərafətdir zakirlərcə. İndi sən Allah'ı deyirsən, Subhanallah deyirsən, Allahu Ekber deyirsən, Allah, Allah, Allah. Nə qədər şərafət verib sənin dodaqları var. Nə qədər şərafət verib sənin dili var. Nə qədər şərafət verib sənin vücudu və ki, sən elə Allah deyəsən. Nə gözəl Allahdır. Dəstəmaz al, dəstəmazdır o. O deyir ki, əgər dəstəmazsız əlbə qoysan haramdır, sən də özün-özüncü, necə şəri höküm yox ha, özün-özüncü bir höküm çıxargınən ki, mən də bundan sonra dəstəmazsız Allahın adını dilindən də çıxarmayacağım. Hələ dəstəmaz alacağım həmişə. Neyinki dəstəmaz almayacağım, Allah da deməyəcəm, yox. Deyinən dəstəmaz alacağım və ondan sonra Allah deyəcəm. Çalış Allahu Ekber dilində zikr olsun sənin. Hara getdin Allahu Ekber deyinən. Allah'a böyük sakinən. Hər halda İmam Səccad Aleyhisselam buyurur ki, ya mən zikruhu şərəfun lizzâkirin. Ey o pərverdigar ki, onun zikr eləmək şərafətdir, şərəfdir zikr eləyənlərcə.
Ya men şükruhu fawzun liş-şakiri. Ey o kes ki onu şükür eləməylik böyük bir feyzdir şükür eləyənlər üçün. Gör nə boyda feyz veribdi insana Pərverdigərimiz, icazə veribdi şükür eləyəsən sən onun üçün. Sədi deyir ki, necə nə şükür eləyim sənin üçün ki, hər şükür eləməyin özü bir şükürdür. Bir şükür istəyir. Gör nə qədər insana böyük ucalıq verdi Pərverdigərimiz al. Və ya mən ta'atuhu lil muti'in. Gör necə Pərverdigərimiz al buyurur İmam Zeynep, ey o kes ki öz itaətini ancaq itaət eləyənlər üçün qərar veribdir. Hər kəsə icazə verməyib ənbiyanın məktəbində olsunlar, itaət eləsinlər Pərverdigardan. Yox, deməyinən ki filan kes təkəbbür eləyib Allahın qabağında eğilmir. Deyilən Allah icazə verməyibdir ona. Ne üçün? Çünki Allah'ı zikr eləmək şərafətdir. Ne ki kiminsə Allah'ı zikr eləmək Allah üçün şərafətdir. Allah ona icazə verməyibdir ki onu yad eləyəsən. Allah'tan ad çəksin. O deyir ki, ya mən ta'atuhu lil muti'in. O kişi ki onu itaəti ancaq itaət eləyənlər üçündür. Ne üçün itaət eləyənlər üçündür? Çünki pakizədir, pakizələrə icazə, qədri bilginə. Allah pakizədir, pakizələrə icazə veribdir onu zikirləsinlər. Allah subhandır, subhanlara icazə veribdir, subhanə Rabbiyəl azim və bihamdi desinlər. Deməyinən filan kes qılmır, mən də qılmayacağım. Filan kes gəlmir, mən də gəlməyəcəm. Yox, gəl, qıl. Ne üçün? Çünki Allah itaətini hər kəsə verməz. Allah şəxsiyyət hər kəsə verməz. Şəxsiyyət verib sən onun qabağında itaət edirsən, ibadət edirsən. Dalıca buyurur ki, salli əla Muhammedin və alih. Pərverdigara, salavat göndər Muhammed və ali Muhammedə. Muhammed və ali Muhammedə salavat hədiyyə edək. Vəşqəl qulubəna bi zikrik ən kulli zikrik. Pərverdigara, bizim qəlbimizi məşğul elə, ancaq səni yad eləyək, ancaq səni zikr eləyək. Bəy, başqalarını yad eləməyək sən olan yerdə. Bir neçə İmam Mağir əleyhisselamdan bir neçə kəlmədə buyuracağım da ki, ona artıq zəhmət verməyəcəyəm. İnsanın bədən üzvləri, hər birinin öz xas vəzifəsi vardır. Hər biri Pərverdigar Mütealın qabağında baxmayaraq ki, bir küllü mövcud, vücud şəklində itaət eləyirlər. Amma ayrı-ayrılıqda hər birinin Allahın qabağında öz ibadəti vardır. Hər birinin Allahın qabağında öz itaəti vardır. Əgər insan o itaətləri, o ibadətləri bilsə, onlar ənbiya məktəbinin əlasıları. Onlar yaxınlaşar Pərverdigar Müteala. Ağa Rasulullah gəlməyib ki, mən getdim Allaha tərəf siz diyanım, baxın. Deyir, mən gedirəm, gəlin mənim kimi. Gör, nə qədər istəyir. Mən gedirəm, gəlin mənim kimi. Allah Teala insanın qüdrətindən yuxarı olan bir şey insana verməz. O şey ki, Allah Teala insana verdiği, insanın gücü çatar ona. İnsan dili ilə, əməli ilə, bütün işləri ilə, ancaq bir miqdar insana paşılıq lazımdır. İnsana təmizlik lazımdır. Bax ki, hansı günahları eləmirsən, bil onlara görə sən günahsızsan. Demək, ismətə tərəf gedmirsən. Çalış o birlər ki, vardı səhvən eləyirsən, onları da tərk eləyirsən. Gör tədricən gəlirsən ki, Allah hifz eləsin həz yaşarı, görürsən mərisəsində deyir, bunları işarə eləyir vələntinə. Hər sən də çalış ki, gəl ki, ona tərəf. Bəyanları oxudu, Allah hifz eləsin, Möşədə qardaşım. Onu diqqət edərək kəlmələrə görə çağırır, gəl. Hər halda insan səy eləsin bunları tədricən paklaşdırsın. Tədricən paklaşdırsın, ta özünü çatdırsın. Subhaniyyət götürsün özünə, pakizəlik götürsün özünə. Müəyyən günahlar var ki, əlhamdülillah biz onları eləmirik, mütəkib olmurik onlara. Çalışıq olar ki, səhvən eyirik, onları da tərk eləyək. Tərk eləyəndən sonra, o ki, Həz yaşamı, zamanının Salman, bugün indi bu zaman Salmanlar zamanəsidir, Əbazərlər zamanəsidir. Həqiqətən Salmanlar, Əbazərlər zamanəsidir. Ne üçün? Salman da bir şəxsiyyət günahları tərk eləmişdi, çatmışdı. Bu zamanənin də Salmanı lazımdır. Bu zamanənin də Əbazəri lazımdır. Gözləməyə hansı bir məkandansa gələcək, geri elə buradan çıxsın da Salmanlar, Əbazərlər. Ne cür nə? Günahları tərk eləməklə. İmam Baqir Aleyhisselam buyurur ki, hər bir insanın bədən üzvünün zikri vardır.
Buyurur, zikrul lisani elhamdu və səna'u. İnsanın dilinin zikri Allah'ı həmd eləmək və dua eləməklidir. Ne gözəldir ki, Pərverdigar-ı Mütealın xəlq elədiyi şeyi onun yolunda xərc eləyəsən. Onun verdiyi şeyi onun üçün sərf eləyəsən. Necə ki, görürsən, evi qonaq gələndə məsələn deyirəm, bir dənə balaca şeyi götürürsən, elə mehmanzın, qonaqsın, onu qoyursan ki, elə sən özün də götürdüyündən, qadğına, qoy sənin üçün də xoş olsun, mənim üçün də xoş olsun. Ne gözəl olar ki, Allahın verdiyi əzanı elə Allah yolunda xərc eləyəsən. Pərverdigarı, sən xəlq eləmizən, qoy sənin üçün də xoş olsun, mənim üçün də xoş olsun. Buyurur ki, zikrul lisani elhamdu və səna'u. Dilin zikri elhamdülillah. Allah'a dua eləmək, şükür eləməkliyi və dua eləməkliyidir. İnsan elhamdülillah, 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 şükrən lillah, şükrən lillah, şükür olsun. Bunlar hamısı insanın dilinin zikridir. Adət eləyə dili, görərsən ki, insan daimi zikr olar. Və zikrul nəfsi əccuhdu vəl-ina'u. İnsanın nəfsinin də zikri vardır. İnsanın nəfsinin zikri nədir? Buyurur ki, əl-cuhdu vəl-ina'u. Çalışmaqlıqdır. İnsan daimə çalışa Pərverdigar tərəf qədəm götürər. Çalışa dünya onu aludə edə biləcək şeylərdən, dünyəvi şeylərdən özünü saxlayar. Bu nəfsin zikridir. Daimə cihad eləyə, cihad ba nəfs. Nəfsin cihadı, onu özünü bağlaya biləcək şeylərdən Pərverdigara. O şeylər ki, duada deməklə, bunu demək yaxşıdır. Pərverdigara, o şeylər ki, məni səndən ayıra, onları məndən ayır ki. Pərverdigara, o şeylər ki, bizi səndən ayırar, onları bizdən ayır ki. İnsan cihad eləyə, nəfsini azad eləyə, o şeylərdən ki, o şeylər insanı Allah'tan ayırarlar. Pərverdigar, onları bizdən uzaq elə. Vəl-ina'u, əlbəttə nəfs adət edibdir dünyaya, dünya malına dalayacaq, gözü vardı dalayacaq onları. Buyurur ki, nəfsin zikri bir də əzab verməklidir, əzab çəkməklidir. O şeyləri ki, meyli vardı, onlardan uzaqlaşdır onları, görərsən ki, məsələn, biraz çətinləyəcək. Nə, ya başqa cür nə? Əhl-i Beylərimizdən buyurur ki, bizim yolumuza gələnlər, hər kəs ki, hazırdır bizim yolumuzdan geçsinlər Əhl-i Beytin, deməyinə mən gəldim namaza, mən gəldim orada, hər şey çıxdı əlimdən, varım dövlətim çıxsın, yox, özləri buyururlar, hər kəs ki bizim yolumuza gəlsə, birinci gerək döksün bunlara, çünki bizim yolumuzda hamısı bunlardır, çətinlikdir, dünya malından əl üzməklidir, əzabdır, şəhadətdir, iftixardır. Buyurur ki, və zikrur ruhi əl-xovu və-rəcau. İnsanın ruhunun zikri xovla rəcadır. İnsan qədimdə elədiyi günahlara görə Allah'tan qorxa, elə hesab eləyir ki, birdən sabahları Allah Teala mənim bugünkü axır namazımdır qıldığım namaz. Da bu namaz mənim son namazımdır. Namazı qutarandan sonra da mən gedəcəyim bu dünyadan. Onda insan nə cürlə namaz qılar? Qət olar dünyadan. İstəyər ki, Allahla əlaqəsi. Elə qorxsun insan Allahın qabağında. Qorxsun ki, xofu olsun insanın, Pərverdigara. O günahlar ki, mən eləmişəm, birdən Allah, nə özüyle Allah ərhəmər rahimin deyir ha? Yox, insan qorxu elədiyi əməllərdən də. Allah təala buyuruyor, biz heç kimə zülm eləmərik. Və ma zələmnahum. Və ma zələmnahum, və lakin kavnu anfusahum yazlimun. Biz onlara zülm eləmədik, onlar özlərinə zülm elədilər. Qorxa Pərverdigara, mən ki özümə zülm eləmişəm, birdən onlara görə mənə əzab verərsin. Qorxa insan buna görə. İnsan ruhunu adət eləyə qorxsun gördüyü işlərdən. Vər-rəcau. Amma bunun ilə belə ümidvar ola. Allah Teala ərhəmər rahimindir. Allah Teala hətta yalandan bəndə o gün məclislərin birində də zikr olundu. Allah Teala insanları behişdə cəhənnəmə daxil olan eləyəndən sonra bir nəfər ki qalar axırıncı adam cəhənnəmə daxil eləsin onu. Deyər, aparın bunu, atın cəhənnəmə. Deyər, Pərverdigara, mən sənin barında belə fikirləşməmişdim. Allah Teala deyər, saxlayın bunu görün. Sən nə fikirləşmişdin mənim barəmdə? Deyər, Pərverdigara, mən fikirləşmişdim ki, sən məni bağışlayacaqsən, behişdə daxil eləyəcəksən. Allah Teala buyurur, and olsun izzətimə,
and olsun cəlalimə, and olsun səxavətimə, and olsun kəramətimə, and olsun uca məqamımə. Hər kəs bir saat bizim saatla deyil, yəni bir an. Mənim barəmdə hüsn-ü zənnidə ola ki, mən bağışlayacağım onu, ümidvar ola mənə, mən onu cəhənnəmə daxil eləmərəm, mən behişdə daxil edirəm. Buyurur, deyir mələkləri ki, ey mələkləri, düzdür bu yalan dedi ki, mənə ümid vardır. Heç vaxt mənə ümid olmayıb bunu. Yəni, heç məni yad eləməyib bunu. Baxmayaraq ki, bu yalandan dedi ki, pərverdiyara, mənim ümidim olub ki, sən məni kesəcəksən, qabul edin bunu yalanını. Deyir, elə bu doğrudan deyirdi. Atın bunu behişdə, aparın, ötürün bunu behişdə. Aparın, ötürün bunu behişdə. İnsan bu cürlə ümidvar ola. Hətta o pərverdigar ki, yalandan ki, insan deyir pərverdigar, mənim ümidim olur ki, məni bəxşləyəcəksən, bu cürlə ümidi onu pərverdigara. İnsanı onu. Buyurur ki, imam buyurur ki, və zikrul ruhi əl-xofu vərrəcəu. İnsan xof edir kesin əməllərinə və ümidvar ola. Və zikrul qəlbi əs-sidqu və səfau. İnsanın qəlbinin zikri düz danışmaqlıqdır və səmimiyyətdir. Səfa yəni səmimiyyət. İnsan düz danışa. Gələr deyənə namazın üstündə Allahu Ekber, elə Allahu Ekber deyər. Dili deyəni qəlbi təsdiq eləyər. Qəlbi deyəni dili təsdiq eləyər. La ilahe illallah, elə la ilahe illallah deyər. Subhanallah, elə subhanallah deyər. Yəni insan düz danışır. İstər lehinə, istər əleyhinə. Düz söz deyər. Bu insanın qəlbinin zikridir və səmimiyyətdir. İnsanın qəlbinin zikri səmimiyyətdir. Və zikrul əqli ət-təzimu vəl-həya. İnsanın əqlinin zikri təzimdir. Yəni burada təzimdir məsələ şayət Allah Taala'nın böyüklüyü ilə yad eləməklidir. Allahın qabağında özünü kiçik saymaq, Allahın böyüklüyünü yad eləmək vəl-həyau və insanın Allah qabağında həyalı olmağı. İnsan çalışır pərvərdigar mütəalının qabağında həyalı. Bir neçə dənə mətləblərdən qalır, mən onların hamısını da deyə bilməyəcəm. Hər bir halda Ənbiya əleyhissalam sözümü tamamlayıram. Bəşəriyyət üçün müəllim gələ bilər. Bu müəllimlər digər müəllimlərdən fərqlidirlər. Bu müəllimlər istəyirlər insanları tərbiyə eləsinlər. İstəyirlər insanları elə bir məqamı yetişdirsinlər ki, elə bir yerə çatdırsınlar ki, o özü onlardan istəyirdi o yerə çatmalığı. Və digər müəllimlər kimi də günlər olar. Öyrənir, öyrənsin, öyrənmir, öyrənməsin. Yox, ənbiya o şəxslərdirlər ki, bəşəriyyəti o məqama çatdırmaq üçün məxsusən Ağa Rasulullah öz balalarından, öz nəvələrindən, öz ailələrindən keçirdir. Ne üçün? Ta onların sinifi daim bəşəriyyət üçün qalsın. Bəşəriyyət bu sinifdən istifadə eləsinlər, pərverdigar mütəala yetişsinlər. Bütün zikirləri ilə, bütün adabı ilə əlbəttə ki, bunlar hamısı gözəldir, bunların hamısına əməl eləməklə. Allaha and verir İzzə Cəlalə xatirinə, dünya və axirət bizi Qur'an-ı Kərimdən, Əhl-i Beyt əleyhissalamdan, Ənbiya məktəbindən uzaq salmasın. Allaha and verir öz böylüyünə xatir, Ağa İmam Zamanın mübarək vücudunu yerin gömbəlasından hifz eləsin. Ağanın simasında İslamın mərcəiyyətini, alimlərini, mömin-i möminatı, boynumuzu həqqı olanları yerin gömbəlasından hifz eləsin. Allah'ın ve İzzə Cəlalə xatirinə evlərdə, xəstəxanalarda mərizlər var, xəstələr var, hamıları şifaya acil inayət eləsin. Həbsxanalarda, zindanlarda olanlar var, əsirlikdə olanlar var, işğal altında olan torpaqlarımız var. Öz kəraməti ilə, öz izzəti ilə, tezliyi ilə azad eləsin. Şəri hazətləri olanlar var, övlad arasında olanlar var, imkanat arasında olanlar var, ehtiyaclı olan insanlar var. Öz tükənməz sərvətindən hamılarına inayət eləsin. Allaha and verir İzzə Cəlalə xatirinə dünya və axirət bir daha bizi Əhl-i Beyt əleyhissalamla və Qur'an-ı Kərimdən uzaq salmasın. Bin nəbiyyə və alih və billi fatihdən.